Təsəvvür eləyək ki, artıq malları bizə qaytarıldı. Alıcıdan, yəni mallar qaytardılar. İndi isə biz həmin pulu geri qaytarmalıyıq, alıcıya qaytarmalıyıq. Onun üçün nə edirsiniz? Daxil olursa, onun iki yolu var əslində. Biri qısa yolla, biri uzun yolla. Qısa yolla odur ki, daxil olursunuz satış menüsuna, alıcıdan malların qaytarılmasına. Sonra gəlirsiniz həmin o nə qədər mal qaytarıbsa onun üzərinə. Ondan sonra mausun sağ düyməsini klikləyib, burada base on var, onu klikləyirsiniz. İndi necə qaytaracaqsınızsa onu seçirsiniz. Misal üçün, əgər bankdandırsa hesablaşma hesabından xaric olma, əgər kassadandırsa məxaric xəzinə orderini seçməlisiniz. İndi biz təsəvvür elə ki, bankdandır, ona görə klikləyirsiniz və gördüyünüz kimi avtomatik olaraq hər bir şey əlavə olunur. Artıq heç nəyi dəyişmirsiniz, sadəcə olaraq siz burasını qeyd etməlisiniz, bir də şərhini. Daha sonra OK-yə sıxmaqla artıq birbaşa qaytarmış, rahat şəkildə qaytarmış oldunuz. Bu oldu bizim qısa yolumuz. İndi gəlin uzun yolla gedək. Bunun üçün nə edirsiniz? Təsəvvür elə ki, biz bankdan qaytaracağıq. Daxil oluruq banka, hesablaşma hesabına xaric olmaya, daha sonra əlavə etməyə. Burada gördüyümüz kimi artıq alıcıya qaytarma var. Onu klikləyirsiniz və tariximizi dəyişirik. Təsəvvür eləyək ki, biz həmin tarixdə malımızı geri qaytardıq. 2025. Daha sonra gəlir burada məbləği qeyd etmək lazımdır. Bizim məbləğimiz 1888 manat idi. Yazırıq 1888 manat. Daha sonra gəlir alanın adı, yəni kontrageni seçirik, klikləyirsiniz. Şirkətinizi tapırsınız, satış kontrageni, Smart Office. Gördüyümüz kimi artıq onun avtomatik olaraq öz hesabı düşdü. Burada öz bank hesabınız avtomatik düşüyor. Paşa Bank əgər o deyilsə, onu klikləyib özünüz günündə dəyişə bilərsiniz. Sol tərəfdə olan hissə sizə aiddir. Sağ tərəfdə olan hissə isə alana aiddir. Daha sonra gördüyümüz kimi müqavilə növü də düşdü. Borcun ödənilməsində ƏDV varsa onu da qeyd edə bilərsiniz və ƏDV depozitiniz varsa onu da qeyd edə bilərsiniz ki, oradan silinsin. İndi bizim ƏDV hesabımız 18% idi əslində. Ona görə də onu da seçirik. Gördüyümüz kimi avtomatik olaraq həmin məbləğin ƏDV-sini də əlavə etdi. Daha sonra gəlir bizim ən vacib olan hesablaşma hesabı. Artıq burada biz 211.01 qeyd edirik və yanında dedik ki 543 gəlir. Alınmış avans, pul və səhət hərəkəti maddələrini qeyd etmək lazımdır. İndi burada əgər baxaq görək qaytarılma aid varsa onu qeyd etməliyik. Qəbul oldu. Adını qeyd edə bilərsiniz. Malların qaytarılması. Varsa burada birincini də seçə bilərik. Əslində burada digərləri də seçilir. Bizdə təlim olduğuna görə daha alternativ və daha doğrusu birincidir təvarü olan hissəsi. Daha sonra OK-yə sıxırıq və avtomatik olaraq düşür. Yenə də bunu OK-yə sıxırıq. Və artıq biz pul və sahibinə hərəkət maddəsini göstərmiş oluruq. İstəyirsiniz bunu klikləyib, kopyalayıb, şərh hissəsinə yapışdıra bilərsiniz. Və yaxud da bu hissəyə də yapışdıra bilərsiniz ki, nə qədər elə bir işin təyinatını göstərəcək. Daha sonra başqa nə isə əlavə etmirik və OK-yə də sıxa bilərsiniz. Burada bunu ox işarəsini də sıxa bilərsiniz. Və artıq qeydiyyata keçdi. Gəlin DTK hissəsinə baxaq. Gördüyümüz kimi artıq biz həmin pulu, məbləği 1600 manatı şəxsə qaytardıq Smart Office-ə. 288 manatı isə bizim ƏDV-imizdir. Gördüyümüz kimi 288 ƏDV-yə getdi, 224-də silindi, 1600 isə bizim 223-ümüzdən silindi. Gəlin hesablara baxaq, dövrə saldırın cədvəl klikləyək, formalaşdıraq. Gəlin 223-ümüzə baxaq və bu hissəyə də.
Gördüyümüz kimi artıq burada bağlanmış kimi görünür. Gəlin indi bir dənə buna da baxaq. Əslində burada çoxdur bizdə və onu da yenidən klikləyək və gördüyümüz kimi artıq burada ödənişlər olub. Öz hesabımızı tapaq, deyək, görək bizdə nədir burada. Alıcının bax malların qaytarılması. Gördüyünüz kimi artıq yenə klikləsək üzərinə artıq bizə daha ətraflı göstərəcək ki, Smart Office-ə ödəniş olunub, Paşa bankımızdan nə qədər 1600. Yaxşı deyə bilərsiniz, bəs o qalan 288 manat hara getdi? 224-ümüzdən silindi. Gördüyünüz kimi burada kredit hissəsindən silindi. Yəni bizim depozit hesabımızdan. Demək, depozit hesabımızda 720 manat var idisə, onun 288 manatı ödənilib. Əslində burada görürsünüzsə, mənfi kimi göstərir bu bizdə. Çünki biz əslində heç bir ayın bağlanışı və s. kimi etməmişik. Ona görə də bu bizə yanlış kimi göstərir.